Salam, hər vaxtınız xeyir olsun. Mən Məsəti Şərif Özürək. Bugün yenə bir mövzu ilə bağlı qarşınızdayım. Son zamanlar Qarabağdan gələn soydaşlarımız məcburi köçkünlərlə bağlı çox bir qara yaxma kampaniyası başlayıb. Məcburi köçkünlərə Qarabağlı soydaşlarımızla bağlı belə deyək bir nifrət impozə edilir. Bununla bağlı artıq bir neçə dəfə müxtəlif sosial şəbəkələrdə fikirlər səsləndirmişik, etirazımızı bildirmişik, amma heç bir faydası olmayıb. Belə deyək ki, ağızları, kimsənin ağzı torba deyil ki, biz onun ağzını bükək. Amma bununla bağlı artıq biz bir rəsmi addım atmaq istədik və burada öncüllüyü jurnalist həmkarım Xatirə Sərdar qızı etdi. Xatirə Sərdar qızı Qarabağdan, Şuşadan olan keçmiş məcburi köçkündür və Xatirə cənab prezidentə bir müraciət ünvanladı. Mən də həm Qarabağlı, Ağdamlı jurnalist olaraq, eyni zamanda bir Azərbaycan vətəndaşı olaraq Qarabağlılara və məcburi köçkünlərlə bağlı bu nifrət siyasətinin qarşısının alınması üçün bu müraciətə dəstək verdim. Cənab prezident İlham Əliyevin bu cür gözəl bir siyasət apardığı vaxtda, Qarabağ zəfərindən sonra Qarabağın yenidən tikilib qurulmasının başlamış bir zamanda bu cür nifrət kampaniyası dövlət siyasətinə, dövlətçiliyə və Azərbaycana, vətənsevərliyə tamamilə ziddir. Xatirə Sərdar qızının müraciətində belə deyilir. Məcburi köçkünlərə qarşı nifrət ritorikasının qarşısının alınması üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə Şuşadan olan keçmiş məcburi köçkün jurnalist və diaspora fəalı Xatirə Sərdar qızı və bir qrup məcburi köçkün adından müraciət. Cənab prezident, mən Xatirə Sərdar qızı Şuşadan olan keçmiş məcburi köçkün, jurnalist və diaspora fəalı olaraq eyni zamanda bir qrup məcburi köçkün adından sizə müraciət edərək nəzərinizə çatdırmaq istəyirəm ki, 2025-ci ilin sentyabr ayından başlayaraq bu günə qədər məcburi köçkünlərə qarşı cəmiyyətdə nifrət yaradan ritorika sistemli şəkildə zaman-zaman yenidən gündəmə gəlir. Bu ritorika xüsusilə xalqımız üçün son dərəcə həssas və müqəddəs olan mövzular üzərindən aparılır. Mərhum milli qəhrəman jurnalist Çingiz Mustafayeva aid olan video materiallar kontekstdən çıxarılaraq təqdim olunur və bununla da bütöv bir sosial təbəqə məcburi köçkünlər dolayı və açıq şəkildə ittiham obyektinə çevrilir. Həmin paylaşımlarda sətraltı formada belə bir fikir formalaşdırılır ki, güya Qarabağdan və digər bölgələrdən, Şuşadan, Ağdamdan sağ çıxmış məcburi köçkünlər qalmalı və ya ölməli idilər. Əgər Xocalı soyqırımı kimi kütləvi şəkildə qətlə yetirilməmişiksə, bu güya vətənə xəyanət anlamına gəlir. Bu yanaşma tarixi həqiqətlərin kobud şəkildə təhrifidir və